Bəs onda Müşahim bəy, qadın kişinin nəyinə güvənir? Qadın kişiyə kompakt bir şəkildə baxır. Qadın kişinin həm öz ayaqlarında dayana bilməsinə, müstəqil olmasına, həm duyğularını idarə edə bilməsinə, həm onun uğurlarına, həm də ki onun alfalığına, yəni onun dağ kimi olmasına güvənir, arxalanır. Bu indiki zamanında çox var. Güclü qadın modeli, güclü ayaqları üzərində dayanan qadın modeli. Qadın heç bir zaman güclü olmaq istəmir. Qadınlar güclü olmaq istəmirlər. Qadınlar kişilər tərəfindən güclü olmağa məcbur buraxılırlar. Kişilər tərəfindən? Bəli, kişilər tərəfindən. Çünki biz qəbul etsək də, biz deyəndə bunu qadınlar tərəfindən əslində deyirəm, qadınlar qəbul etsə də, etməsə də, kişinin təbiətdə bir avtoritarlığı var. Baxın, güclü kişilər asant dövrlər yaradırlar. Asant dövrlər zəif kişilər yaradırlar. Zəif kişilər çətin dövrlər yaradırlar. Çətin dövrlər güclü kişiləri formalaşdırırlar. Və bu həmişə davam edir. Tarix boyunca da belə davam edib. Həmişə də belə olacaq. Bu təbiətin bir biolojik döngüsüdür, periodudur. Və kişilərin yaratmış olduğu bu çətin, kişinin özündə yaratmış olduğu bu zəifliyin yaratdığı bu zəif şəraitdə ayaqda durmağa məcbur qalan qadın başlayır qadın enerjisindən uzaqlaşıb kişiləşməyə. Görürük güclü qadın modeli, nə bilim, dəmir qadın modeli falan. O qadın əmin olun ki, heç ürəyinin dərinliklərində heç vaxt istəməyib belə birisi olmağı. Məcbur qalıb deyə elə olub. Qadın, xanım, xatın, zərafətli olan bir canlıdır. Bizim adətlərimizdə, ənənələrimizdə də həmişə onları zərif bir varlıq olaraq göstəriblər. Bu zərafət, zəiflik deyil. Əksinə qadının gücü həmin o zərafətindən gəlir. Qadın anadır. Qədim mifologiyalarda da bunu belə göstərirlər və qadına deyirlər ki, qadın torpaq kimidir. Qadın anadır. Quran-ı Kərimdə də bunu deyirlər. Əslində tam sizlə razıyam. Məncə də heç bir qadın istəməz güclü olmağı. Güclü olmaq istəmir, güclü olmağa məcbur qalır və başlayır güclü olmağa. O güclü olmasının səbəbi əslində o şəraitdə, o şəraitin içinə düşməsidir. Güclü olmağa məcbur qalmasıdır. Və nəticədə də qadınların ona görə də təbii olaraq istədikləri özlərindən güclü bir kişidir. Axtarışları da, güvəncələri də o yöndədir. Çox maraqlı bir statistika var ki, mən bunu öz təcrübələrimdə də görmüşəm. Qadınların evli kişilərlə və ya münasibəti olan kişilərlə münasibət yaşama statistikası kişilərin münasibəti olan qadınlarla birlikdə olmasından qat-qat çoxdur.